Salam. Bax gördüyünüz kimi günəşli bir hava var. Yəqin ki, hamınız bilirsiniz də, biologiyada fotosintez dediyimiz proses məhz günəş şüalarının altında bitkilərdə baş verən bioloji bir prosesdir. Və bu proses zamanı bitkilər torpaqdan suyu alır, havadan isə karbon qazın günəş şüalarının təsiri ilə bu proses nəticəsində həm üzüm maddə əmələ gəlir. Üzüm maddə orqanizmlərin qidalanması üçün onların enerjiyə olan tələbatlarını ödəməyə xidmət eləyir. Amma oksigen isə sərbəst şəkildə bax gördüyünüz kimi atmosferə buraxılır. Bilirsiniz də, oksigen qazı iysiz, dadsız, rəngsiz qazdır. Amma bütün canlıların oksigen qazına, oksigenli mühitdə yaşayanlara aiddir, ehtiyacları var. Mən keçən dəfəki dərsimizdə suyun geoloji dövranı haqqında məlumat vermişdim. Bugünkü dərsimizdə isə oksigen qazının geoloji dövranı, bax məhz oksigen qazının geoloji dövranı fotosintez prosesi nəticəsində mövcud olur. Bildiyiniz kimi nə qədər ki oksigen var, havanın tərkibində bilirsiniz də, yəqin ki təqribən 21% təşkil eləyir. Bu oksigenin bir dəfə geoloji dövriyyəsi, yəni tam dövriyyəsi 2000 il davam edir. Yəni 2000 il ərzində oksigen bu proses nəticəsində yenidən atmosferə qaytarılmış olur. Bu elə bir prosesdir ki, bu proses olmasa yer üzərində həyat mövcud ola bilməz. Bilirsiniz də, yəqin ki, yalnız günəş enerjisinin 1%-dən bu proses üçün istifadə olunur. Baxmayaraq ki, yarpağın üzərinə düşən günəş şüaları 100% təşkil eləsə də, yalnız 1% fotosintez prosesinə sərf oluna bilir bitkilər tərəfindən. Amma hələ ki canlılara olan oksigenə, canlıların oksigenə olan tələbatı ödənilir. Yaşıllıqları qoruyaq. Bu qədər sağ olun.